Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar. Xəzər xəbəri izləyirsiniz, studiyada Arzu Xəlilovadır. Euronews telekanalı Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışından reportaj hazırlayıb. Reportajda dövlət başçısının BMT tribunasındakı çıxışında işğaldan azad edilmiş ərazilərdə bərpa işləri və enerji təhlükəsizliyi məsələlərinə toxunduğu vurğulanıb. Həmçinin Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə, qarşılıqlı əlaqə və dayanıqlı inkişaf sahəsində qlobal rolu qeyd olunub. Prezident Ermənistanla 30 illik münaqişədən sonra Azərbaycanın ərazi bütövlüyünü bərpa etdiyini və sülhün təmin edildiyini bildirib. O, Vaşinqtonda imzalanan sülh müqaviləsinin tarixi əhəmiyyətini qeyd edərək, ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılmasının münaqişənin sonlandığını göstərdiyini deyib. Reportajda Azərbaycan Prezidentinin çıxışından Bakının regional sabitləşdirici və fəal qlobal tərəfdaş kimi rolunu əks etdirən məqamlara toxunulub. Bununla yanaşı, materialda Prezident İlham Əliyevin BMT Baş katibi Antoni Guterres və dünya liderləri ilə görüşündə Ermənistanla əldə edilən sülhün regiondakı dinamikaları dəyişdiyini bəyan etməsi vurğulanıb. Sujetin sonunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışından yekun fikirlərə toxunulub. Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Gəlin birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərdə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq deyə qeyd olunub. Davam edirik. Davam edir, hörmətli tamaşaçılar. Ermənistanın baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş katibi Antoni Guterres ilə görüşüb. Qeyd edilib ki, tərəflər görüşdə avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasının əhəmiyyətini vurğulayıb. Bunun Cənubi Qafqazda sabitliyin təmin olunmasına və regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər. Bundan əlavə Nikol Paşinyan və Antoni Guterres 2026-cı il oktyabrın 18-dən 30-una dək Ermənistanda keçiriləcək 17-ci BMT konvensiyalarının bioloji müxtəliflik üzrə tədbirini müzakirə ediblər. Bu tədbir çərçivəsində tərəflər ekoloji davamlılıq və ətraf mühitin qorunması sahəsində daha sıx əməkdaşlığın vacibliyini qeyd ediblər. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən küllü miqdarda dərman vasitələri aşkar edilib. İdarənin Qırmızı Körpü gömrük postunda Türkiyədən ölkə ərazisinə ərzaq məhsulları gətirən yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli cizgilər müəyyən edilib. Baxış zamanı 33 ədəd qutudan gömrük orqanına bəyan edilməyən müxtəlif adda ümumi sayı 44.120 ədəd olan dərman vasitələri aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Ötən gecədən Cənub bölgəsində başlayan intensiv yağışlar Astara rayonunun Ərçivan qəsəbəsində daha təsirli olub. Belə ki, qəsəbənin bəzi yerlərində suyun səviyyəsi 1 metrə qədər qalxıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasediciləri və Daxili İşlər Nazirliyinin əməkdaşları cəlb olunublar. Ərazidə qərargah yaradılıb. Görülən tədbirlər nəticəsində bu saata kimi evlərdə 33 nəfər təxliyə olunub. Təxliyə prosesinə 59 nəfər şəxsi heyət, 9 texnika və 1 qayıq cəlb olunub. Qeyd edək ki, evlərdən təxliyə olunan vətəndaşlar qohumlarının evlərinə yerləşdiriliblər. Hadisə yerində dərhal tərəfimizin əməliyyat qərargahı açılmışdır və görülmüş tədbirlər nəticəsində 33 nəfər kənd əhalisi, vətəndaşlar təhlükəsiz yerlərə təxliyə edilmişdir. 33 nəfər, onlardan 10 nəfəri uşaq, 23 nəfəri isə yaşlı əhali olmuşdur. Hal-hazırda
ərazidə işlərimiz davam etdirilir. Gürcüstanda Azərbaycanlıların yaşadığı kəndləri su basıb, güclü leysan yağışları Gürcüstanın Laqodeki bölgəsində bir sıra fəsadlar törədib. Gəncəli və Uzuntala kəndlərini sel basıb, evlər və avtomobillər su altında qalıb. Qabal və Qaracalar kəndləri də təbii fəlakətlə üzləşib. Qabal çayının daşması nəticəsində kəndlər ciddi təhlükə qarşısında qalıb. Bəzi evləri sel sularının uçurduğu bildirilir. Hadisə zamanı bir sıra həyətləri su basıb, sakinlərə məxsus avtomobillər, heyvanlar suyun altında qalıb. Güclü sel kəndin infrastrukturuna da ziyan vurub. Bəzi yerlərdə yolların asfalt örtüyü tamamilə dağılıb. Hadisə yerinə müxtəlif xilasetmə xidmətləri və şəhər meriyasının əməkdaşları da səfərbər edilib. Hörmətli tamaşaçılar, sabaha gözlənilən hava proqnozu da açıqlanıb. Belə ki, Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturuna gəldikdə isə gecə 14-17 dərəcə isti, gündüz 19-23 dərəcə isti olacaq. Rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq, lakin gündüz bəzi şərq rayonlarında az çiskinli olacağı ehtimal var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək, havanın temperaturu gecə 12-16 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq. Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 50 yaşlı Cavanşir Mütəllimov yolu keçmək istəyərkən onu mini avtomobili vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. İstanbula uçan təyyarə Bakıda məcburi eniş edib. Belə ki, Turkish Airlines aviaşirkətinə məxsus Aşqabad-İstanbul marşrutu üzrə hərəkət edən Airbus A321 təyyarəsinin kapitanı göyərtədəki sərnişinlərdən birinin səyahətində yaranmış kəskin problemlə bağlı Heydər Əliyev Beynəlxalq aeroportuna məcburi eniş üçün müraciət edib. Bu barədə aeroportdan bildirilib. Məlumata görə təyyarə yerli vaxtla saat 08:30-da Bakı hava limanına təhlükəsiz şəkildə eniş edib. Sərnişinə hava limanında dərhal təcili tibbi yardım göstərilib və səhhəti nəzarətə götürülüb. Xəzər xəbəri izləyirsiniz. Rusiya ordusu sentyabrın 28-nə keçən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyevə çox kombinasiyalı hava zərbələri endirib. İlkin olaraq Kiyevə zərbə dronları, ardınca müxtəlif tipli raketlər və yenidən zərbə dronları ilə hava hücumu endirilib. Güclü partlayış səsləri eşidilib və hava hücumundan müdafiə sistemi aktiv işləməyə başlayıb. 12 saata yaxın davam edən hava hücumu zamanı Kiyev şəhərinin mülki yaşayış infrastrukturuna ciddi ziyan dəyib. Kiyev şəhər hərbi administrasiyasının verdiyi məlumata görə azı 20 yerdə dağıntı qeydə alınıb. O cümlədən Kardiologiya İnstitutu yanacaq doldurma məntəqəsinə və çoxmərtəbəli binaya ziyan dəyib. Paytaxt Kiyevdən başqa Zaporojye, Xmelnytsk, Sumi, Odessada zərbələrə məruz qalıb. Hava hücumu zamanı biri 12 yaşlı qız uşağı olmaqla 4 mülki şəxs həlak olub, azı 40 nəfərin yaralandığı təsdiqlənib. Dağıntılar altında insanların qaldığı istisna edilmir. Hindistanın cənubundakı Tamil Nadu ştatında keçirilən siyasi mitingdə baş verən toqquşmalarda uşaqlar da daxil olmaqla azı 39 nəfər həlak olub. Belə ki, minlərlə insan məşhur aktyor və siyasətçi Joseph Vijay Chandrasekhar üçün keçirilən kampaniya toplaşıb və televiziyada yayımlanan görüntülərdə aktyorun mitingdəki çıxışı zamanı izdiham arasında çoxsaylı nümayişçilərin
huşunu itirmələri əks olunub. Məlumata görə izdihamda azı 51 nəfər xəsarət alıb. Qeyd edilib ki, həlak olanların ailələrinə 1 milyon rupi təzminat veriləcək və hadisə ilə bağlı araşdırma aparılacaq. Hindistanın baş naziri Narendra Modi X hesabında hadisə ilə bağlı başsağlığı verib. Aktyor isə açıqlamada dözülməz, təsvir olunmaz kədər içində olduğunu yazıb. O dünyasını dəyişənlərin ailələrinə başsağlığı verib. Belə hörmətli tamaşaçılar, saatın əsas xəbərləri ilə qarşınızdaydıq. Xəzər xəbərin axşam 21 olan buraxılışı ilə yenidən qarşınızda olacaq.